Dostlar, bugün sizlərlə birlikdə OTK-nın ayın 26-sı keçirilən imtahanının ədəbiyyat suallarına baxacağıq. 11 sinif üçün olan deməli versiyadır bu. 61-ci sualla başlayaq. Nizami Gəncənin Sultan Səncər və Qara əsərində Darğa qarını ittiham edir. Nə də axtarılan qatili gizlətməkdə. Cavabımız A variantı olaraq götürüləcək. Digərləri uyğun gəlmir. Ağıllı uşaq nağılının məzmununa əsasən səbəb nəticə əlaqəsinin pozulduğu bəndi müəyyən edin deyir. Deməli, A variantı xanın göndərdiyi adamlar hiləyə əl atırlar, nəticədə qocalar inanıb xoşluqla kənddən çıxırlar. Bura xoşluqla sözü burada səhvlikdir. Çünki onlar kitabda indi xırdalığa gediblər biraz. Orada deyir, yarı xoşluqla yarı narazı şəkildə tərk edir. Ona görə A variantı cavab. B variantı deməli qoca xanın deyir ki, sualına cavab tapır. Orada tapmacanın cavabını tapır. Bir də ki deyir ki, gedəndə dəvənin üstündə get ki, ondan hündürdə olasan. Ona görə B düzdür. C deyir ki, Kəndələ çoban Əhmədə qoyun dərsi verir. Nəticədə Əhməd xan şəhərinə keçməyə nail olur. Bu fikirdə tamamilə düz fikirdir. Xan hörmətdən düşəcəyini düşünür. Ona görə də verdiyi sözü tutub qocaları azad edir. O hamının içində onu deyir ki, bütün insanların içində deyir ki, bu xan sözünü danmasın. Ona görə D variantı da düzdür. Y-də də ki, dünya görmüş qocalar yaşadığına görə xan kəndi tuta bilmir. Bu fikirdə düzgün variantdır. 63-də mahnılar digər folklor nümunələri ilə müqayisədə daha qədim tarixədə qədim sözü pozub. Həzmin kiçik olması bayatların ifadə etdiyi mənanı məhdudlaşdırır. Məhdudlaşdırma fikri səhvdir. Laylalar körpəsini əyləndirərkən, əzləyib oynanarkən anaların oxuduğu nəğmələri deyil, onlar əzləmələrdir. C variantında səhvdir. Mərasim nəğmələri xalqın məişəti və güzəranı ilə sıx bağlıdır. Bu fikir düz fikirdir. Əmək nəğmələri daha sonraki dövrdə yarandığı üçün təkmil janr hesab olunur. Bu da səhv fikirdir. 64-cü sual. Vətən sevgisi, kafirə qan utdurmaq, el-obaya hörmət. Bu nə deyir? Təbliğ olunur, tənqid olunur. Baxaq. Kafirə qan utdurmaq təbliğ olunması. 2 səhvdir. 1 düzdür. Vətən sevgisi təbliğ olunur. El-obaya hörmət təbliğ olunur və nəticədə cavabımız B variantı. 4-də də baxa, tənqid olunur. Düşmən qarşısında qorxaqlıq göstərmək. Aha, bu tənqid olunur. Yəni deyir ki, tənqid, yəni düşmən qarşısında onunla mübarizə aparmaq lazımdır. Qorxaqlıq etmək lazımdır. Yoxsul təbəqəni əzmək yoxdur. Müharibə aparmaq tənqid olunur. Bu fikirlər səhv fikirlərdir. Cavabımız B variantıdır. Qoşma müxəmməs haqqında biz bilirik ki, müxəmməs də həm heca, həm də əruz vəznində olur. Qoşma da heca vəznində olur. İndi baxaq görək variantlarda nə deyir. Qoşma müxəmməs canlılar birləşdən ortaq xüsusiyyətləri axtarırsa, ikisinə aid olan variantlar götürməliyik. A variantında həm heca, həm əruz vəznində. Bu deməli qoşmaya aid xüsusiyyət deyil, müxəmməsə aiddir. Hər misrədə 11 heca, bu qoşmaya aiddir. Son beytdə müəllifin adını verilməsi. Son beyt sözü səhvliyi olduğuna görə C variantı səhvdir. D variantı düz cavabdır. Çünki ikisi də bənd şəklində olur. Qafiyə sisteminin gəraylı ilə eyni olması, gəraylı ilə eyni olan qoşmadır, müxəmməs deyil. Deməli, 66. Ağıllı uşaq və dəziz şagirdi Əhməd baş qəhrəman sualları cavablandırmaq üçün kömək alır. Burada bizə uyğunsuzluq istəyir, ona görə baxırıq. Baş qəhrəman sualları cavablandırmaq üçün kömək alır fikir düzdür, çünki dəziz şagirdi Əhməddə yoxdur. Deməli, biz bunu götürməməliyik, çünki bizdən səhv istəyir. Əsərdəki mənfi qüvvələr baş qəhrəmanın əli ilə cəzalandırılır. Belə bir fikir yoxdur. 2 səhvdir. Aid olduğu janr ədəbiyyatımızda nəsr formasında yaranır. Fikirləşsək ki, bunlar ikisi də nağıldır. Deməli, bu aid olan fikir ikisinə də aid olan, yəni janr dedikdə ikisinə aid olan xüsusiyyəti götürməlidir. Ona görə bu da uyğunsuz olacaq, çünki ikisi də nağıl janrındadır. Yadilli obrazda iştirak edir. Bu fikir düzdür, çünki o deyir, yadillərdən gəlib buranı, yəni yadilli ilə mübarizədə Əhməddən istifadə etmişdi. Ona görə 4 də düzgün variant olaraq götürə bilərik. Ondan sonra üstadnamə ilə başlayıb deyir, ənənəvi sonluqla bitir. Bu fikir dastana aid xüsusiyyətdir, ona görə fikir səhvdir. Həyata keçirmək üsulu kimi təhkirdən istifadə edib. Bu da nağıldır, bunu ona görə düzdür, epik növün janrlardır. Cavabımız 2, 3, 5 variant olacaq. 67-ci sual. Aşıq yaradıcılığı ilə bağlı haqqında verilmiş fikirlərdən hansı yanlışdır? Aşıq şeirində xalqın ictimai problemləri düzdür. Dastanlar da aşıq yaradıcılığı məzmunu düzdür. Qoşma gəraylı bayatı yeni şairmiş janrlar düzdür. Yaradıcı aşıqlar ifaçı aşıqlar olaraq 2 yerə bölünür, düzdür. Beytlərlə yazılmır, bəndlər şəklində yazılır həmişə. Ona görə Y variantı səhvdir.
68. Xan sarayında deyil, amma forma xüsusiyyətlərinə bağlı. Forma xüsusiyyətini görən kimi 4-cünü atır. Çünki burada görürük forma xüsusiyyət deyir axı. Deməli, ideyada deyir, bunu da atırıq. Və cavabımızda elə bu variantlardan 1-i, 4-ləri sildik. Qaldı 2, 3 və 3, 5. İndi baxaq. Aid olduğu ədəbi növ yalnız nəsrlə yazılır. Epik növdə yazılır. Epik növdə həm nəsrlə, həm də nəzmlə yazılır. Ona görə 2 səhvdir. Cavabımız 3, 5 variantı olacaq. Həyata keçirmək üçün təhkiyyədir. Epik növdə təhkiyyədir. Vahid şeir xətti olan toponimik əfsanədir. Yəni Xan sarayı əfsanədir. Ona görə də 5-də düzgün variant olacaq. Toponimikdir, yəni yer adları ilə bağlı. 69. Verilən Eyler-Venn diaqramına uyğun fikirləri. Bayatı, rübai, birbəndli deyir, dörtlük şəklindədir. Bu ikisinə də aid xüsusiyyətdir. Ona görə biri səhv qoyuruq. Heca vəznində yaradılır deyir. Bu düz fikir, çünki rübai əruz vəzninin həcəc bəhrində olur. Ondan sonra lakonik deməli janr deyir, ikisinə də deməli lakonik janr deyir, orta şeydə verib. İkinci buna bir dənə baxım. Lakonik şey janrı çapaz qanun bətəvəkkül məhsuldur. Biz burada deməli götürməliyik. Çarpaz qafiyəni götürməyəcəyik. Birləri variantdan çıxacaq. Bədii təfəkkür məhsulu yazılı ədəbiyyat nümunəsi, ikisi də yazılı ədəbiyyat nümunəsi. Bu fikir də səhvdir. Bədii təfəkkürün məhsuludur, düzdür. Və lakonik şeir janrıdır. 2, 3, 5 olacaq variantımız. Sonra 70. Basatın Təpəgözü öldürdüyü boyda deməli, hansı hadisə digərlərindən sonra baş veribdir? Burada da Basatın qınsız qılıncı əldə etməsi fikri aid olacaq. Çünki o ən axırda baş verən hadisədir. Nizami Gəncəvi poemalarını birləşdirən ortaq xüsusiyyətlər arasında nələr verilə bilər? Burada da deməli humanist ideyalar, tarixi mövzulara müraciət burada deməli yoxdur hamısında. Şəxsiyyət mənafisinin azadlığı burada hamısında yoxdur. Cavabımız 1-3 olacaq. Cavabımız D variantı olacaq. Ondan sonra keçək 72-yə. Uyğunsuzluğu istəyir. Uyğunsuzluqda da baxaq. Misraların hecaların sayı bərabərliyi heca vəzni əsas tələbidir. Bu fikir düzdür. Qabağında da doğru yazıb. Ondan sonra sərbəst şeirdə misraların quruluşunda qafiyə sistemi sabit qaydaları var. Bu fikir yanlış və yer qabağında yanlış yazıb düzdür. Əruz vəznində misra daxil bölgü zaman söz parçalanır. Bu düz fikir düzdür. Azərbaycan ədəbiyyatı əruz vəzninin tarixi daha qədimdir. Bu fikir də düzdür. Azərbaycan ədəbiyyatı əruz vəzninin tarixi daha qədimdir deyir. Azərbaycan ədəbiyyatı əruz vəzninin tarixi daha qədimdir. Sonra 5-ə bütün şeylərə rədifdən istifadə mütləqdir. Bu fikir 100% səhvdir və doğru cavab. Azərbaycan ədəbiyyatının əruz vəzninin tarixi daha qədimdir. Bu fikir səhvdir. Və qabağında səhv yazıb. Buna görə 4-ə çıxırıq. Cavabımız elə 5 olacaq. Mən bayaqki sualda nəsə səhvliyə etdim. Burada 2, 3, 6 olmalıdır cavab. Yazılı ədəbiyyat nümunəsidir. Fikir rübaiyyətdir. Bayatı yazılı ədəbiyyat nümunəsidir. Ona görə 2, 3, 6 cavab 69 D variantı. 73. İskəndərnamə poemasına aid olan doğru fikir. Müəllifin baş qəhrəmanı nə qədər ideallaşdırırsa da onun qüsurlarını daha gizlətmir. Bu fikir düz fikirdir. Hadisələr tarixi faktlarla tərif etmədən təqdim olunur. Bu fikir səhv fikirdir. Yəni tarixi faktlar niyə təqdim olmasın ki? Ədalətli hökmdar Oğuzəzalın və qəddar ölkə başçıları. Bu fikir də düzdür. Yəni orada Dara ilə məsələn İskəndər müqayisəsi var. İskəndər səfər etdiyi heç bir ölkə təkala. O da elə təkalahlılığı sitaşiyyətlə baş qəhrəman eyni zamanda elmin inkişafında müstəsna xidmət göstərir. Bu fikirdə düz cavabdır. Cavabımız Y variantı. 74. Yaralı uşağın dastanı ilə bağlı verilmiş fikirdən hansı yanlışdır? Burada deməli cavabımız D variantıdır. İnsan yalnız ağıl və zəif. Bu fikir düzdür. Ağıllı baş bəla çəkməz. Bu da düzdür. Əxlaqi tərbiyəvi düzdür. Təhkiyə üsulda elə düzdür. Deməli burada da cavabımız 3 olacaq. Nəyə görə? Urzu qoyduğu yerdə tapa bilməyən Qazan bəylərdən onun hara getdiyini soruşur. Onlara əsir düşdüyünü deyir. Əsir düşdüyünü sadəcə
onun evə gəlib sonra qayıdıb təzədən bir də savaş alanında müharibə yerinə baxması nəticəsində özünün çıxardığı fikir olur. Yəni ən başda elə bilər ki, anasının yanına gedir. Ona görə cavabımız 3 olacaq. Digər variantlar uyğun gəlir. Oğlunun dalınca gedən geri dönmür deyə burada xatun gedir. Ad qazandırmaqda günahlandı. Bu da deyir ki, mən heç bir şey öyrətməmisən deyə bilmirəm. Qazan düşmən basılan yerdə oğlunun qamçısını tapır və nəticədə deyir ki, dustaq olduğunu yəqinləşdirir. Və yəni bu 4-cü sualda görürük ki, bunun qamçısını tapandan sonra olur. Uruz atasını döyüş meydanında göstərdiyi igidlikdən duşa gəlir, ona görə də 40 yoldaşı ilə döyüş meydanına atır. Bu fikirlə düzdür. Ondan sonra ağıllı uşaqın ağılları ilə bağlı hadisələr hansı bərpa olunur? Əhmədin qocanın bacısına kömək etməsə başladı. Ya başda deyim, yəni bu fikirlərin başındadır. Çobanın xanın keçisi haqqında məlumat verməsi, Əhmədin kənd çobanından qoyun dərisi istəməsi. Bu kəndin çobanından qoyun dərsi istəməlidir ki, getsin qoyunların içərisinə və orada olan çoban buna məlumat versin. Ona görə cavabımız 2-3 variant olacaq. İskəndərləmə poemasının baş qəhrəmanı İskəndər haqqında doğru fikirləri müəyyən elə. Deməli, yalançı elçilik edən tülkünün aslında xəbər gətirməyəcəyini bildirdiyi ki, tülkü deyir, aslandan deyir, gətirməz xəbər. Belə bir fikir var Nüşabə ilə danışığında. Ona görə o düzdür. Daran hindi quldur bu səhvdir. Daran çəkədə onu öldürmək üçün təklif səhvdir. Getdiyi ölkədə ədaləti bərqərar edir. Bu tamamilə düzgün fikirdir. 5-də təkəbbürün ikini də səhvdir. Ədalətli xeyirxahdır. Bu fikir də düz fikirdir. Cavabımız 1, 4, 6. Cümləni tamamlaya bilən fikir müəyyən edin. Bədə əsəri mövzusu deməli. Müəllifin qələmə aldığı hadisə gəldiyi qənaət bu ideyadır. Ona görə anı çıxırıq. Əsərin ideyası ilə bağlı həyat hadisəsi bu tamamilə düzgün fikir. Cavab B variantı. Yalnız yarandığı dövrün hadisələri arasında seçir. Bu səhvdir. Onun formasına aid anlayışdır, yox məzmununa aiddir. Forma ilə və ta ki məhdud anlayışdır. Məhdud anlayışdır fikri səhv olacaq. 79. Cədvəldə hansı fikirlərin yer dəyişsə uyğunluq bərpa olunar. Bu fikirdə biraz mən tərəddüd elədim. Yəni cavab olaraq 3-5 variantını götürmək düzgün variant olacaqdır. Nəyə görə? Çünki deyir, mən şirin ləhcəli bir bülbüləm ki, bülbül kimiyəm ki, buradan 3-ü götürməliyik və buradan da 5-i götürməliyik. Gürüzü candan salam deyərsiniz, yara buludlar. Deyir, buludlar, salam deyərsiniz. Salam demək insana məxsusiyyətdir, ona görə də 5-i götür. Amma ikinci fikirdə metaforu biz görürük. Anamız təbiəti özü bir bahar. Əkmişdi sahilə bu ağacları. Bahardan da yəni baharın sahilə ağac əkməsi ilə bağlı fikirdə, amma anamız təbiət özü bir bahar. Anamız təbiət özü bir bahardır. Fikrində də təşbih yoxdurmu? Yəni burada bir ola bilər. Bəlkə də mən səhv deyirəm, amma orada da bir təşbihi gördüm mən. Yəni cavab 3-5 variantı düzgün cavab olaraq götürəcəm, amma ona da baxmaq lazımdır. Orada həm metafor, həm də məncə təşbih işlənib. Çargı əfsanəsi ilə bağlı doğru fikri müəyyənləşdirin. Səfərə çıxmaq üçün karvan başçısı alimlə şərt kəsir. Alimlə şərt kəsən karvan başçısı yox, alim olur. Alim karvan başçısına şərt kəsir. A səhvdir. Hökmdarın atları yorğunluqdan yox, musiqidən yoxlayırlar. Hökmdarın alimi saraya çağırması səbəbi elmə verdiyi yüksək dəyər. Elmə yüksək dəyər falan vermir. Alim saraya gəlməsi səbəbi kimi xalqın içində qalmaq istədiyim. Xalqın içində qalmaq istədiyi yox. Deyir ki, mən deyir sizə layiq olaraq alim deyiləm. Siz məndən daha yaxşılarını taparsınız. Ona görə D-nə çıxırıq. Yedir düzgün cavabda orada deyir ki, hökmdar və vəzir haqqında hökmdar və vəzir daha artıq rüsvay olmamaq üçün sual verməkdən yayınırlar. Bu fikirdə düzdür. Çünki deyir ki, gör alim bunları çaşbaş salıb, ona görə də daha sual vermirlər. Ad dəyişmədən istifadə olunub. Bu da metonomiya deməkdir. Deməli, şəhər meydanlara üst tutmuşdu. Şəhərdəki adamlar meydanlara üst tutur. Bir düzdür. Günəş yer üzünü salamlayır. Günəş metafor var burada. 2 səhvdir. Vətən qələbə sevincini yaşayır. Vətəndəki insanlar 3-də düzdür. Çöllər, dağlar, dənizlər bizi gözləyir. Bu da metafordur. Deməli, 1-3 variantı. Azərbaycan şifahi xalq ədəbiyyatına bağlı yanlış fikirlər deyir. Seçin. Xalqımızın tarixi və mədəniyyəti haqqında məlumat verən əsas mənbələrdəndir. Bu fikir düzdür. Ümumi folklorun mühüm tərkib hissəsi bu da düzdür. Ədəbi növlərdən yalnız ikisini, amma burada şifahi xalq ədəbiyyatı, yazılı və epik nə deyir? Yalnız ədəbi növlər deyir. Epik növ, dramatik və lirik növ. Bunların 3-ü də var, amma yanlış istəyir. Ona görə bunu götürür. Çünki deyir burada ikisi də var. Qalanlar düzdür. 83. Müqayisə cədvəlinə uyğun fikirləri müəyyən edin. Metafor, mübaliğə. Əlamətin köçürülməsi.
Əlamətin köçürülməsi nəticəsində deyir yaranır. Bu fikir düzdür. Emosional artıran sintaktik fiqur. Sintaktik fiqur mübaliğə aiddir, səhvdir. Hadisənin qabarıq şəkildə təqdimatıdır. Bu fikir düzdür. Təsir gücünü artırır. Bunu ikisinə də aid eləmək olar. Bir əşya özündən daha qüvvətli əşyaya bənzədilir. Bu yoxdur. Fikir obrazlı şəkildə çatdırılır. Bu da düzdür. Deməli cavabımız nə oldu? 1, 3, 6. 84. Qədim dövrə aiddir. Orta türk ədəbiyyatının formalaşması. Bu fikir düzdür. Ana dilli poeziyanın inkişafı deməli bu orta dövrdür. Musa Şəhavad, İsmail ibn Yasar bu düzdür. Geniş həcmli epik poemaların yaranması isə bu intibah dövrünə düşür. Cavabımız 1, 3. Nümunə ilə bağlı doğru fikirlər. Deməli bir əşya özündən daha qüvvətli başqa bir əşyaya bənzədilib. Burada bənzətmə yoxdur. İnsan və təbiət hadisə vəhdətə verilib. Düzdür. Hadisənin müəllifdə oynatdığı təəssürat düzdür. Aşıqın kədəri ilə təbiətin gözəlliyi qarşılaşdırılmışdır. Burada kədər falan yoxdur, səhvdir. Bir əşyanın əlaməti digər bir əşyanın köçürülməsi də bu fikirdə düzdür. Yəni bir deyir payız gəldi, uçdu getdi quşlar, yəni payız gəlir. Burada elə görürük. Deməli cavab 2, 3, 5 olacaq. Gənclərin nəsihət haqqında doğru fikir. Fitnəkar gənclərə müraciətlə başlayıb pis insanlara müraciətlə qurtarmır. Özündən kiçiklərə nəvaziş etməyin insanın kiçiltməyəcəyini bildirir. Bu fikir düzdür. Ətrafdakılara dostluq münasibətlərini çoxaltmaq tövsiyə edilir. Bu deyir ki, dostluqda möhkəm olur, amma dostluğunda az elə, amma dostluqda möhkəm olur. 3 səhvdir. Nadan adamlardan bu düzdür, xeyir gəlməyəcək olur. Vəfa etibarı yüksək insan keyfiyyətlər mənə adlandırır. Düzdür. Sonra deməli deməli 87. Salih Qazanevlinin yağmaması boyda iştirak edən obrazları nəzərə alaraq uyğunluğu müəyyən edin. Kafirin bayrağını qılınclayır. Burada bu boyda kafirin bayrağını qılınclayan Qaragün olur. 300 igidlə Qazan xanın evinin keşiyində durur. Bu Uruz bəydir. İki arzu olunmaz seçim arasında qalan Burla xatundur. Qazan xanla ova çıxan yenə Qaragünədir. Qazan xanı məzəmmət edən isə bunların heç birində yoxdur. Deməli, sugestiya suallarına özünüz baxarsınız. Qapalı olan və açıq olan tipli belə demək olar. Sualları mən izahını verdim. İnşallah ki, yaxşı yazmısınız. Sağ olun, salamat qalın.